إن الحمد لله نحمده ونستعينه ونستغفره ونتوب إليه ونعوذ به من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وعلى آله وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Möhtərəm müsəlmanlar, ən birinci təqvalı olmağımıza çağırıram. Və təbii ki, mümin çalışmalıdır o sifətə nail olsun, təqva sifətinə. Və Allah subhanət hələ bizə ona görə ibadəti fərz buyurub. Və ibadətin bəzi növləri fərzdir və bəziləri müstəhəbdir. Və müsəlman bunları etməklə, haramlardan çəkinməklə bu sifətə nail olmaq üçün böyük səbəbdir. Və mühüm məsələlərdən də biri necə bilirsiniz, bizim ümmət dəvət ümmətidir. Bizim yol dəvətdir. Bu yol hansı ki, Peyğəmbərlərin yoludur. Peyğəmbərlər hamısı dəvətçi olub. Ona görə Allah subhanət hələ buyurur ki, ən gözəl söz dəvətçinin sözüdür. Sadəcə şəriətimiz, necə bilirsiniz, hər bir şeyi qayda qoyduğuna görə dəvəti də qayda qoyub. O qaydalar ne üçün lazımdır? Hətta sənin ibadətin düzgün ola, hətta sənin dəvətin düzgün ola, alına, Allah subhanət hələ savab verə. Və bilirsiniz ki, İslam dini ümumiyyətlə gəlib ki, insanı kamilləşdirə hər bir şeydə. Yəni, İslamın əsas məqsədi budur. Məsələn, fikir versən, İslamda təvhidə dəvətdə, hansı ki, ən əsas birinci bunu tutur və bunu tələb edir ən birinci. Bu nəyin kamilliyidir? Bu insan daxilən kamilliyidir. Xüsusən də insan onu düzgün yaşasa, o daxilən azad olur. Hətta zahirən də. Daxilən azad olur, zəlillikdən uzaq olur və s. Və həmçinin, məsələn, ibadətlərdə fikir versən, Allah subhanət hələ bizə ibadəti fərz buyurub və bildirib ki, nəfsə rahatçılıqdır. İbadətlə nəfs doyur. Nəfsin qidasıdır. Ona görə ibadət olmayanda nəfs ac olur. Və həmçinin və belə, İslam bizi gözəl əxlaqa dəvət edir. Lakin, dəvətçi adam, bu dinə dəvət eləyən adam, bunlara dəvət eləyən adam, müəyyən sifətlər var. Ona görə malik olmalıdır. Ən birinci sifət elmdir. Necə bilirsiniz ki, İslam cahilliyi pisləyib. Cahilliyi və cahilliyə əməlləri. Və elm də hər bir şeyi açardır. Və dəvətçi də mütləq bu sifətə nail olmalıdır. Malik olmalıdır. Əks halda özün zəlalata aparır və həmçinin arxasınca gedənləri. Allah subhanət hələ buyurur ki, Qul hədihi səbili ədu iləllahi alə basira ənə və mən ittəbəəni. Əl-əyə. Yusuf surəsi 8-ci ayə. Allah subhanət hələ buyurur ki, deyinən ki, budur mənim yolum. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, budur mənim yolum. Mən bu yola və mənə tabi olanlar, yəni elmlə bu yola dəvət edirik. Alə basira.
göz açıq, düzgün baxmaqla, elmlə, ədəbləri nə tələb olunur bizdən və onunla ona görə hər bir əməl elmsiz olsa, o əməl ancaq zərər verəcək, fayda verməyəcək. Ən birinci özünə insanın və ola bilsin ətrafına da. Amma elmsə, insana ancaq xeyrə, islaha, necat tapbağa aparan yoldur. Cahillik isə insanı şərə və bəlaya və qəflətə və fəsada aparan yoldur. Və elmi almaq üçün ədəbləri var. Gözəl sual vermək, gözəl sakit olmaq və gözəl qulaq asmaq, gözəl başa düşmək, hifz, yadda saxlamaq, gözəl o elmi tələb eləmək və həmçinin əməl eləmək. Bunlar, bu sifətlər hamısı elmə nail olmağa kömək olur, səbəb olur. Və xüsusən də dəvətçi adam, ən birinci Allahı düzgün tanımalıdır özü. Allah isim və sifətlərin, əmirləri və nəhiyləri, cənnətə aparan və cəhənnəmə aparan əməlləri bilməlidir. Və xüsusən də öyrənməlidir ondan qabaq olan dəvətçilərin halın, xüsusən də peyğəmbərlərin. Və onun dəvətində çox böyük kömək olur. Çünki nə dəvətçi bugün görür, səndən qabaq artıq onlar görüblər. Özə səndən də əfsəlləri peyğəmbərlər. Səndən də çətin vəziyyətdə olublar. Baxmaq lazımdır, onlar bu məsələdə necə çıxıblar, onlar necə cavab veriblər, hansı üslubları əl atıblar. Və təbii ki, xülasə dəvətçi adam gərək savadlı ola. Ona görə İbn Qeym də misal çəkir, deyir ki, şeytanlar gəlirlər iblisə deyirlər ki, alimlə elmi olmayan fərqi nədir? İblis də şeytanlara deyir ki, gedin sual verin onlara. Deyin ki, Allah bu dünyanı yumurtanın içine sala bilər. Şeytanlar gəlirlər bir abidin yanına, elmi olmayan yanına. Deyirlər ki, Allah bu dünyanı yumurtanın içine sala bilər. Aman belə fikirləşir, deyir, yox, çətin olar bu. Necə yəni, dünya boydur, böyüdür, yumurta balacadır. Deyirlər, Allah bilir, yox, deyəsən. Sonra deyir ki, gedin alimdən soruşun. Gelib soruşanda alim deyir ki, əlbəttə sala bilər. Bir dənə deyir ki, o da olacaq. Şeytan da, iblis də deyir ki, şeytanları ki, gördünüz, fərqi. Və həmçinin, qardaşlar, dəvətçiyə mühüm sifətlərdən də biri ixlasdır. Elm və ixlas mütləq lazımdır. Və bu da imanın qüvvəsidir, ixlas. Allah subhanət hələ buyurur ki, وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُ اللّٰهَ مُخْلِصِينَ لَهُ الدِّينَ Əl-əyə. Yəni Allah subhanət hələ bizə əmr edilib ki, bu dində ona yalnız ixlasla ibadət eləyək. Yalnız ona ibadət eləyək, ona şərik qoşmayaq. Və bir əməl, ixlas olmasa o əməl qəbul deyil. Ona görə dəvət, əgər sən dəvətində qazanasan savab, Allah yanında gərək ixlas ola. Və həmçinin dəvətçiyə mühüm sifətlərdən də biri səbirdir. Bunlar hamısı İbn Qeym deyir, rahiməhullah. Və səbirdə gərək dəvətçidən heç vaxt ayrılmaya. Çünki dəvətçi səbirə çox ehtiyacı var. Xüsusən dəvətdə düşmən olur. Dəvətdə sənə qarşı döyüşə bilərlər, sənə əziyyət verə bilərlər. Dəvətdə bəla ola bilər, çətinliklə ola bilər. Mütləq səbirə ehtiyac var. Çıxış yolu səbirdir. İmam Əhməd deyir ki, rahiməhullah, Allah subhanət hələ Quranda səbirdən 90 dənə yerdə qeyd edir. 90 yerdə qeyd edir səbiri. Ona görə buyurur ki, İbn Qeym rahiməhullah, səbir dinin yarısıdır. Və buyurur ki, rahiməhullah, iman iki qismdir. İman iki qismdən ibarətdir. Səbirdən və şükürdən. Allah subhanət hələ buyurur ki, İnnə fī zəlikə ləəyət likulli sabbarin şəkur.
Yəni Allah Subhanahu taala buyurur ki, bu çox səbir edən və çox şükür edənlər üçün ibrətdir. Çox səbir edənlər və çox şükür edənlər. Yəni bunu ancaq səbir və şükür sifətinə nail olanlar başa düşər, faydalanar. Səba surəsi 19-cu ayə. Ona görə səbir üçün səbri tamamlayan əməllər var. Onun qismləri var. Allahın itaətinə səbir eləmək birinci növü. Və bu səbrin növlərinin ən yüksək məqamıdır. İkinci növü asiliyə səbir edəmək. Bu ikinci məqamdır. Üçüncü məqam da Allahın qəza qədərinə səbir eləmək. Və ən yüksək məqam əvvəlkilərdir, ikisi. Çünki o insanın ixtiyarından olur. Sənin nəfsindən, öz ixtiyarından, sənin öz seçimindən. Yəni, itaətə səbir eləmək və asiliyə səbir eləmək. Bu, sənin ixtiyarın var. Amma qədər isə sənin ixtiyarınla deyil. Olur, sadəcə səbir eləyirsən, eləməlisən. Amma əvvəlki səbir, İbn Qeym deyir ki, rahimullah, yüksək məqamdır. Və ən yüksək məqam da itaətdə səbir eləmək. Və sonra misal çəkir, rahimullah, Yusuf əleyhissalamı. Yusuf əleyhissalam o vaxt ki, Əzizin yoldaşı, padişahın yoldaşı Əzizin, onu öz nəfsinə dəvət elədi, çağırdı. Yusuf əleyhissalamın o səbri, İbn Qeymdir, rahimullah, qardaşları onu quyuya atanda etdiyi səbirdən daha yüksəkdir. Çünki atmışdılar, daha çıxış yolu yox idi, səbirdən başqa yolu yox idi. Amma burada isə oradakı məqam deyildi. Burada başqa məqam idi. Və həmçinin Əzizin yoldaşını çağıranda onu bu işi görməyə, bu işi hasanlaşdırmağa çoxlu səbəblər var idi. Lakin getmədi buna. Və məsələn, bu işi hasanlaşdıran onlardan biri İbn Qeym rahimehullah buyurur ki, birinci o qərib idi. Yəni, oralı deyildi. Yəni, qərib üçün rahatdır bunu eləmək. Oralı olmaqdan. Bu məsələn, o işi hasanlaşdırmışdı Yusuf üçün. İkinci, subay idi. Yəni, evli çəkinsəydi, müəyyən səbəb var idi. Lakin subay idi. Bu da bu işi görməyə daha çox vadar edirdi. Və həmçinin qul idi. Təsəvvürlə, ağa qula əmr eləyir. Bu da rahatlaşdırır bu əməli. Və həmçinin qadın da gözəl idi. Bunlar hamısı rahatlaşdırır. Və həmçinin qadın nəinki gözəlliyindən əlavə, qadın vəzifədə idi. Padişahın yoldaşı idi. Ondan tələb eləyirdi. Və həmçinin mühafizə də yox idi. Heç kəs görmürdü. Evin içində idilər, otağın içində. Və həmçinin qadın özü dəvət eləmişdi onu. Görün, səbəbləri var. Nə qədər səbəb var ki, hansı ki, Yusuf üçün bu rahat idi eləmək. Və həmçinin ciddi səbəblər də var idi. Qadın özü bunu dəvət eləmişdi. Və hələm dəvətdən əlavə ona demişdi ki, sən məni olmasan, səni tutturacam. Hədələmişdi. Təsəvvür, bu qədər səbəblər Yusuf əleyhissalamın qabağında. Lakin buna baxmayaraq, Yusuf əleyhissalam səbir elədi və bu səbir onun ixtiyarından oldu. Ona görə ixtiyarından oldu. Təsəvvürlə, gör necə səbir. Bunlara səbir və lakin İbn Qeym deyir ki, rahimullah, bu günaha səbirdir. Lakin İbn Qeym deyir ki, rahimullah, itaətə səbir bundan daha yüksək məqamdır. Ona görə, qardaşlar, dəvətçi adam bu sifətə nail olmağa çalışmalıdır. Və nə aparır? Hansı əməllər insanı səbirə aparır? Buyurur ki, İbn Qeym rahimehullah, məsələn, səbirə aparan yollardan biri səbirsizliyin nəticələrini öyrənmək.
elmin olmalıdır ki, səbirsizlik insan nələr aparır. Nə pisliklər apala bilər, onu bilmək. O insanın kömək olur. Səbəb olur ki, səbirli olmağa və həmçinin Allahdan həyalı olmağa, Allahdan utanmaq. Həmçinin Allah subhanət hala sənə verdiyi neymətləri yada salmaq. Necə sənə yaxşılıqlar eləyib. Həmçinin ondan qorxmaq. Onun əzabından qorxmaq. Onu sevmək. Və həmçinin hansı günahları sənə apara bilər? Bu səbirsizlik. Nə zərərlər verə bilər? Nə nəticələr verə bilər? Onları bilmək. Və həmçinin səbirsizlik nə yaparır? Günaha. Günah da nə inir? Üzü qaraldır, çünki qəlb qaralır. Qəlb qaralanda üz qaralır. Büruzə verir. Və nəinki qaralmaq, qəlbin qaralmağı, qəlb sıxılır daima. Həsrətdə olur. Və nəticədə düşmənlər sənə üstün olur. Düşmənlər sənə üstün olur. Və lakin İbn Qeym deyir ki, rahimullah, həmçinin səbrə aparan əməllərdən də biri, səbəblərdən və bu ən böyüyüdür və bunların hamısını cəm edəndir, imanı möhkəmləndirmək qəlbdə. İman möhkəmlənsə, bu sifətlər də möhkəmlənəcək. Və belə qeyd edir, davam edir, rahimullah. Və sonra qeyd edilir dəvətçi olan sifətin təvazükallıq, zahid olmağı, sadiq olmağı və s. Və biz bəzi sifətlərə toxunduq. Ona görə dəvətçi adam, biz hamımız əlhamdülillah dəvətçiyik. Allah subhanət halanın yoluna dəvət edirik. Lakin dəvətin ədəbi var, ərkanları var. Elə sifətlər var ki, dəvətçi o sifətlərə nail olmalıdır. Ne üçün? Sual budur. Ne üçün? Ki, dəvətin alınsın, Allah Teala bərəkət versin və Allah subhanət hala yanında savab qazanasan deyə Allah subhanət hala bizə eşi faydalardan etsin və bu sifətlərə nail olmağa kömək olsun. Allah subhanət hala müsəlmanlara kömək olsun. Allah subhanət hala bizi fitnədən, fəsaddan qorusun. Əqulu əzə və estağfirullah li və ləkum və lisəil müslimin min kulli dəm estağfiru innəhu və l-ğafurur rahim. Elhamdülillahi rabbil alamin və salatu və selamu alə əşrafil ənbiyyəl mürsəlin seyyidi Muhammedin və alə alihi və ashabi əcmain. İbadallah, İnnəllaha ya'muru bil-adli vel-ihsani və eyta'i zil-qurba və yenhanil fəhşai vel-munkari vel-bəği ya'idukum la'allukum tədəkkarun və lidikrullahi ekber vallahu ya'lemu ma tasna'un və aqimus salat. İxlasla.com saytı tərəfindən təqdim olundu.